Belə bir insanlar var, daim bir çətin situasiyalar içindədirlər. Kimlərəsə üst tutur ki, məni xilas edin, kimlərəsə üst tutur ki, mənə yardım edin və hər zaman bu adamın ətrafında bir neçə nəfər var və yaxud heç olmasa bir nəfər var və onu daim bu cür xilas edir. Kartın üç bucağı deyirlər ki, yəni onu burada müşahidə etmək olar. Deməli nədir? Bu insanı daim bu cür xilas etdikcə əlbəttə ki, o heç zaman öz həyatı ilə bağlı məsuliyyəti daşımır. Bu insanı daim xilas etdikcə, ona daim kimlərsə yardım etdikcə nə baş verir? İnsan elə bilin ki, yetkinləşmir, insan böyümür. Elə bilin ki, balaca bir uşaqdır, böyüdükcə, yəni ki, uşaq necə olur? Oynayır, oyuncaqları ilə dağıdır. Məsəl üçün, çox körpə olanda, ana onun üçün yığır, lap tutanda 5-6 aylıqdır məsələn. Yəni yaşı artdıqca uşağın öyrədirsən ki, gedib yatanda sən bu oyuncaqları topla. Yəni arxasıca dağıtdığını yığmaq, toplamaq, hər zaman bunu kimsə edəndə bir uşaq üçün, o uşaq öyrənəcək ki, arxamı hər zaman toplayan biriləri var. Hər zaman kimlərsə bir qol-qanad gələcək mənə. Yəni ona görə də addımlarını düşünmədən ata bilir. Ona görə də yəni nədən bu baş verir? Məsuliyyət daşımağı öyrənməyib. Yəni ki, xilaskarlar, bu yardım edənlər bu insana, yəni növbəti dəfə hansısa bir situasiya baş verəndə o insanı artıq o situasiya ilə təkbətək qoymaq.